Azərbaycan bizim doğma vətənimizdir. 1000 il bundan önce de bizim vətənimiz olubdur. Bugün de bizim vətənimizdir. This is a piece of tile from the mosque in Ağdam. Bu Ağdamdakı məsciddən bir hissəsidir. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Qoy çaylarımız qurumasın. Qoy ağaçlarımız kəsilməsin. Qoy şirağımız sönməsin.